Salam, hər vaxtınız xeyir, hörmətli Könüllü İctimai Nəzarətçilər İctimai Birliyinin üzvləri, sədirləri, idarə heyətinin üzvləri. Bugün 17 Mart 2026-cı il axır çərşənbəsidir. Bir neçə gündən, 2 gündən də sonra Novruz bayramıdır. Deməli, eyni zamanda da bizim birliyimizin yaranmasının 4 ili tamam olur. 2022-ci il Mart ayının 17-sində tərəfimdən birlik təsis olunmuşdur. 4 il müddətində bir çox işlər görmüşük, bir çox uğurlara imza atmışıq. Qazax Regional Təşkilatı, Şəmkir Regional Təşkilatı, Tovuz Rayon Təşkilatı, Gəncə Şəhər Təşkilatı, Goranboy Regional Təşkilatı, Kürdəmir Regional Təşkilatı, Mərkəzi Aran Regional Təşkilatı, Ucar və Göyçay təşkilatları, Mərkəzi Mil Muğan Regional Təşkilatı, burada 7 təşkilat daxildir. Beyləqan Təşkilatı, Füzuli Regional Təşkilatı, Ağdam Rayon Təşkilatı, İmişli Rayon Təşkilatı, Saatlı və Sabirabad Regional Təşkilatları. Bu təşkilatların da fəaliyyəti qənaət bəxş olmuşdur. Daha sonra Cənub Regional Təşkilatı, Lənkəran Təşkilatı, Yardımlı Rayon Təşkilatı, Masallı Regional Təşkilatı, Cəllabad, Beləsivar təşkilatlarımız uğurla fəaliyyət göstərmişlər. Bakı Təşkilatı son vaxtlar yenidən qurulur, yenidən fəaliyyəti gücləndirilir. Təhsil şöbəmiz, mətbuat xidmətimiz, məlumat mərkəzimiz və ümumi təşkilatımız da fəaliyyətin yüksək səviyyədə qurmuşdur. Artıq ümumi təşkilatımızda işlər öz axarı ilə davam edir. Hər bir üzvümüz onlara müraciət edilən mövzulara münasibət bildirir. Bilməyənlər öyrənir, bilənlər isə bu barədə izahat verirlər. Artıq fəaliyyətimiz lazım olan səviyyəyə gəlib çatıb. Bu 4 il ərzində bir çox görüşlərimiz olub. Kürdəmirdə bir neçə dəfə, Beyləqanda bir neçə dəfə, Göygöldə bir neçə dəfə, daha sonra Masallıda, Cəllabadda, Bakı şəhər təşkilatlarında, Sumqayıtda. Demək olar ki, ardıcıl olaraq görüşlərimiz olub və görüşlərin də nəticələri olub. Mənim məqsədim sizi birliyimizin 4 illiyi münasibəti ilə təbrik etmək, hər birinizə uğurlu gün, möhkəm can sağlığı, gördüyünüz işlərdə müvəffəqiyyətlər və eyni zamanda il axır çərşənbəsi münasibəti ilə hər birinizi, ailə üzvlərinizi təbrik etmək, can sağlığı arzulamaqdır. Hörmətlə Könüllü İctimai Nəzarətçilər İctimai Birliyinin sədri Təyyar Mahmudoğlu Zülfüqarov.